Martın 29-undan Ağdam rayon Sazal kəndində yaşayıram. Gələndən sonra məşğulluğa müraciət eləmişəm. Avadanlıqları verdilər bizə. Kim nə sifariş versə onları da bişirəcəyik. Köçməmişdən qabaq Zəfirov demişdilər ki, nə ilə məşğul olmaq istəyirsiniz ora gedəndə? Dedim, salonda işləyirəm burada. Orada da yəni salonda işləmək istəyirəm. Bugün də Allah'a şükür avadanlıqlarımı gətirdilər. Burada yaşayıb xidmət göstərmək üçün çox sevinirik həqiqətən. Bakıda yaşayırdım, bərbər işləyirdim. Sonra Ağdam rayon Sarcal kəndinə köçdük. Məşğulluğa müraciət elədim, avadanlıqlarım olmadığı üçün işimizi, gələcəyimizi gəlib burada qurmaq niyyətimizlə gəlmişik. Artıq işim də var, ailəmi dolandırmağa bir gəlir yerimiz də var.